Salam, sabahınız xeyir olsun, hörmətli dostlar. Yenə də biz sizi əsasən qızıl güllərlə, onların xassələri ilə, onların istehsalçısı ilə, onlara qulluqla tanış eləməkdə yorulmuruq. Hal-hazırda qarşınızda Almaniyanın Tantau şirkətinin seleksiyası, istehsalı olan Barok qızıl gülləridir. Barok qızıl gülləri əsasən sarmaşan, yəni rus dilində pletisti qızıl güllər silsiləsindəndir. Həddindən artıq çoxalmağa, həddindən artıq böyüməyə meyilli sarmaşıq qızıl güllərdəndir. Bu qızıl güllərin əsasən xassiyyəti belədir ki, onları mütləq və mütləq dayaqlar üzərində, yaxud ki, divar səthində bərkitmək vacibdir. Çünki ilkdən siz görə bilərsiniz ki, bəli, siz onu bərkitmişsiniz, amma sonradan isə onun budaqları həddindən artıq çoxalmağa meyillidir. Bax, görürsünüz, mən onu budamışdım, divara bərkitmişdim, amma yenidən çıxan budaqlar tamamilə çoxalıbdır və demək olar ki, artıq yeri də basıbdır. Yəni, bu gözəl həddindən artıq inkişafa meyilli bir gözəldir. Əsasən, çiçəkləri onun ilk anlarda portakal sarı rəngində olur. Bax, belə, görürsünüzmü? Çox gözəldir, həddindən artıq gözəldir. Ləçəkləri məxməridir, çoxlu ləçəkləri var və çiçək öz ömrünü keçəndən sonra saralmağa başlayır. Amma ki, bu da belə deyil. Hətta baxın, görürsünüz, onun üzərində necə qırmızı damarlar var. Bu da öz gözəlliyini, öz çalarlarını çiçəyə yetirir. Odur ki, həmən Barok qızıl gülləri bütün sezon, bütün mövsüm boyu öz çiçəklərini tökür və yenidən yerində yeni qönçələr götürür. Bax, görürsünüz, təkrar qönçələr götürür və bütün sezonu, bütün mövsümü sizi sevindirir. Əsasən xəstəliklərə çox davamlıdır, soyuğa çox davamlıdır, artmağa meyillidir. Yəni, ətri də ki, səhər